Hamınıza salam. Gəlin bugün çox dərin bir suala birlikdə cavab axtaraq. Heç fikirləşmisinizmi ki, cəmiyyətin bizə sırıdığı bu uğur anlayışı əslində bəlkə də bizi məhv edir? Gəlin görək bu həqiqətən də belədirmi? Yaxşı, gəlin bir anlıq düşünək. Uğurlu bir həyat. Bu sözləri eşidəndə ağlınıza nə gəlir? Məncə, demək olar ki, hamımızın beynində çox bənzər bir mənzərə canlanır. Hər şey adətən buradan başlayır, elə deyilmi? Yaxşı bir məktəb. Sanki uğura gedən yolun ilk və ən vacib addımı məhz budur. Məktəbdən sonra nə gəlir? Əlbəttə ki, parlaq bir karyera, yüksək vəzifə, yaxşı maaş, status. Və təbii ki, bu mənzərəni tamamlamaq üçün qüsursuz bir evlilik də olmazsa olmazdır. Bax, bütün bunlar bir yerə yığılanda ortaya cəmiyyətin alqışladığı o ideal həyat mənzərəsi çıxır. İndi gəlin, bütün bu standartlara tam uyğun yaşayan birindən danışaq. Adı Əhməd olsun. Ən yaxşı məktəbləri bitirib, beynəlxalq bir şirkətdə yüksək vəzifəyə çatıb, üstəlik də cəmiyyətin ən hörmətli ailələrindən birinin qızı ilə evlənib. Yəni, bir sözlə, uğurun zirvəsində idi. Amma bir gün bu mükəmməl görünən mənzərə sanki bir anda darmadağın oldu. Bir axşam Əhməd evə gəlmədi. Axtardılar və onu bir otel otağında tapdılar. Həddindən artıq yuxu dərmanı içərək həyatına son qoymuşdu. Geridə isə heç bir məktub, heç bir izahat yox idi. Əhmədin hekayəsi bizi çox ciddi bir sualla üz-üzə qoyur. Axı necə olur ki, kənardan baxanda hər şey olan bir insan içəridə yaşamaq üçün heç bir səbəbinin qalmadığını düşünür? Bax, elə bu sual bizi problemin düz kökünə aparır. Yaxşı, gəlin başlayaq. Görəsən bu boşluq hardan yaranır? Uğur dediyimiz o şeyin arxasında hansı psixoloji tələlər gizlənir, gəlin anlamağa çalışaq. Bu sözlər, inanırsınız, bir otelin 11-ci mərtəbəsindən özünü atan, amma möcüzəvi şəkildə sağ qalan başqa bir uğurlu iş adamına aiddir. Deməli, Əhmədin hekayəsi təkcə ona aid deyilmiş, bu daha geniş bir problemdir. Ən dəhşətlisi isə nədir bilirsiniz? Xəstəxanada gözünü açanda ilk düşündüyü şey peşmanlıq olmayıb. Deyib ki, Allahım, bunu da bacarmadım. Təsəvvür edirsiniz? Hətta ölmək cəhdini belə bir uğursuzluq kimi görüb. Bax, bu daim uğurlu olmağa proqramlaşdırılmış bir beynin yaşaya biləcəyi ən böyük faciədir. Bütün bu boşluğu, bütün bu peşmanlığı əslində tək bir kəlmə ilə ifadə etmək olar. Kaş ki. Bu söz elə bil heç vaxt tam mənasıyla yaşanmamış, sadəcə kənardan bir film kimi izlənmiş bir həyatın qısa anonsudur. Yaxşı, bəs bu kaşkilər hardan gəlir? Kökü haradadır? Gəlin biraz daha dərinə gedək, problemin əsl mənbəyinə, yəni ailəyə baxaq. Görək uşaqlıq təcrübələrimiz gələcəyimizi necə şəkilləndirir. İndi gəlin iki tamamilə fərqli ailə hekayəsinə baxaq. Bir tərəfdə Sumrunun anası var. Sumruya deyir ki, 2 küftə ilə doymaq olar, otur, hamısını ye. Sumru nəyi öyrənir? Öz bədənini deyil, anasının səsini dinləməyi. İndi də digər tərəfə baxaq. Pınarın anasına. O deyir ki, doydunsa, əla, afərin qızım. Pınar isə öz bədəninə güvənməyi, öz seçimlərinin arxasında durmağı öyrənir. Fərqi görürsünüz? Biri uşağın daxili səsini batırır, digəri isə o səsi daha da gücləndirir. Bax, Sumrunun böyüdüyü o mühit var ha, o maniyə törədən ailə, orada uşaq öz daxili səsinə inamını tamamilə itirir. Həyatı boyu ancaq başqalarının gözləntilərini qarşılamağa çalışır. Və bu, heç bitməyən bir performans təzyiqi yaradır ki, sonda bu təzyiq dözülməz bir təşvişə, bir narahatlığa çevrilir. Və bu təşvişin beynimizə necə təsir etdiyini bax bu sxemdə çox aydın görmək olar. Sol tərəfdə imtahan stresi yaşayan Timuçin var. Təşviş onun beynini qısa müddətli yaddaşını elə doldurub ki, heç bildiklərini də xatırlaya bilmir. Hər şey bloklanıb. Sağda isə daxilən sakit olan Əmrəni görürük. Onun yaddaşı tamamilə açıqdır, aydındır, bütün potensialını istifadə edə bilir. Deməli, məsələ təkcə çox çalışmaq deyilmiş. Əsas məsələ həm də o daxili rahatlığı qoruya bilməkmiş. Yaxşı, problemin kökünü də, nəticələrini də gördük. Bəs çıxış yolu nədir? Bəlkə də problem elə bizim uğur anlayışımızın özündədir. Gəlin bir cəhd edək və uğura tamamilə yeni, daha sağlam bir tərif verək. Bu yeni anlayışın adı həyat uğurudur və bu sadəcə karyerada zirvəyə çatmaq demək deyil. Bu insanın öz dəyərlərinə sadiq qaldığı, məna və coşqu ilə dolu, hər addımını öz azad seçimləri ilə atdığı bir həyatdır. Bu həyat uğuru dediyimiz şey 4 möhkəm sütun üzərində dayanan bir binaya bənzəyir. Ən əsas məsələ isə balansdır. Siz təkcə bir sütuna fokuslanıb, digərlərini unutsanız nə olar? Əlbəttə, bütün o bina çökər. Bəs nədir bu 4 sütun? Gəlin sürətlə nəzər salaq. Birincisi, həyati ehtiyaclar, yəni bildiyimiz maddi rifah. İkincisi, zehni ehtiyaclar, dayanmadan öyrənmək, inkişaf etmək.
Üçüncüsü, emosional ehtiyaclar. Sevmək, sevilmək, ətrafımızdakilarla əsil bağ qurmaq. Və nəhayət, dördüncüsü, mənəvi ehtiyaclar. Həyatımıza bir məna qatmaq, özümüzdən daha böyük bir şeyin parçası olmaq. Bax, əsl həyat uğuru bu 4 sahənin hamısını qidalandırmaqla mümkündür. Beləliklə gəldik yekuna. Bütün bu danışdıqlarımızı bir yerə yığsaq, əslində çox sadə bir həqiqətə gəlib çıxırıq. Həyatımız əslində hər gün, hər an etdiyimiz o kiçik seçimlərin bir cəmidir. Və yadda saxlayın, bəlkə də ən vacib qayda budur, kaşkinin dərmanı nə yaxşı kidir. Getdiyimiz yol əslində bu iki ifadə arasında etdiyimiz gündəlik bir seçimdir. Və bu seçim bir dəfəlik deyil, yox. Biz hər gün, hər an bu yol ayrıcındayıq. Ya başqalarının səs-küyünə qulaq asıb, kaş ki yolunu seçəcəyik, ya da öz daxili səsimizi dinləyib, nə yaxşı ki yolunda cəsarətlə irəliləyəcəyik. Və sonda, icazənizlə, sizi bu sualla tək buraxmaq istəyirəm. Sadəcə bir anlıq dayanın və dürüstcə düşünün, siz hansı həyatı qurursunuz? Kaşkilərlə dolu bir peşmanlıq həyatını, yoxsa nə yaxşı kilərlə dolu bir məmnuniyyət həyatını?